Bugün Bakının Füzuli küçəsi 44 ünvanında sökülən evlərin sakinlərinin mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı şikayətlər üzrə məhkəmə iclasları keçirilib. Respublika Ali Məhkəməsində hakim İslam Əliyevin sədrliyi ilə vətəndaş İsmail Bağvanovun apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb. Evi sökülən vətəndaş Bağvanov Bakı Şəhər İcra Hakimiyyətinin hər kvadrat metri üçün təklif etdiyi 1500 manat məbləğində vəsaitdən imtina edərək pozulmuş mülkiyyət hüququna əvəz ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib. Şikayətçinin vəkili Şəfa Camalzadənin bildirdiyinə görə Ali Məhkəmə apellyasiya məhkəməsinin mənzil sahibinə çatacaq vəsaitin Maliyyə Nazirliyi tərəfindən ödənməsi barədə qərarını dəyişərək həmin məbləğin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilməsi barədə qərar çıxarıb. Qarşılıqlı məhkəmə şikayəti vermiş Maliyyə Nazirliyinin nümayəndəsi prosesdə qış bulvarı üçün dövlət büdcəsindən vəsait ayrılmadığını bildirib. Vətəndaş Pərviz Əmirovun pozulmuş mülkiyyət hüququnun bərpası ilə bağlı bir saylı İnzibati İqtisad Məhkəməsinə şikayəti əsasında hakim Fəqan Əhmədovun sədrliyi ilə keçən hazırlıq iclası cavabdeh tərəfin Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin prosesə qatılmaması üzündən təxirə salınıb.